1, 2, 1, 2 in the place to be, ladies and gentlemen. It's your boy MC Danny. Deməli belə qəhvə yığını heyvanat iki hissədən ibarətdir. Ya qəhvə olmalısan ya da peysər. 4 qanun var demək donduran dağı, Sibastı səhrası, Döşərası kəndi. Bu testlərdən keçməyən ev əlində 4 kilo daşşaqla gedəcək. Başa düşdünüz? Və sizə öz gözəl sikim nəticəmizi göstərmək istəyirəm. İş 90 polisi foxsu sizə təqdim edirəm. Dostum, papaya matı vermirsən? Papa səni çox istəyir axı. İncə sikimi raqatqaya qoy, gözünü atacağım. Rastlar, qəhbələr, cinayətkarlar, göçkən aylar, hələ trans şəhzadədən danışım. Qəhbəni qaldırıb qoyublar dağ başına. Elə bil dünənə qədər tində alma satan Rafiq bu döyüldü. Şirinlər düz deyib, 40 dənə qəhbə yığılsa, onun kimi peysər doğanmaz. Ona görə də sənə bir dənə bomba məsləhətim var. Qayıt fermanda Markovun əş. Didava, yəqin ki görüşmərik. Götünü sikərlər. Bir evə. Gecələ zəzəli Nəşəni çəkdim. Ürəyi yumşaq ol. Ay polis bu nədir? Maşınımda yekəş trap qoyubsan. Mamam deyir ki, xıttayına beton sıçacam. Həmsiniz kim? Niyamətli Musayevin diskləri. Ondan sonra Üzeyir Mehtizadəyə qulaq asardı. Bu nə disklərdir? Cəmşid, necəsən? Cümşid, sən necəsən qaqaş? Keyfin əhvalın? Nə var, nə yox? Deyirəm, bəlkə siz bizi, biz də sizi gördüyümüz onda. Hə? Nə deyirsiniz? Yox da. Mən sənə inanıram, Dirək. Səni aləmin içinə saldım. Sənlə çörək kəsdim. Rəhmətlik nənəm sənə süzmə xəngəlzat pişirirdi. Sənin sağ olun nə oldu mana? Amcıq tükündən xalça mı? Adırış. Ceyran tükünün əvəzinə. Sən get. Ay bilə. Qaqa, gəl öz dilimizdə danışaq. Kim gəlmişin də var yoxun o birisi. Ay bilə. Saat dedim axı, gəl öz dilimizdə danışaq. Gördün nə tez pişiyə döydün. Ay, kimsən məktəbdə bulqarıb verənlərini? Sən ölənlərin bəzəri qəbri buraxma məni. İndi buraxacağam. Nə? Buraxma demədi? 1, Ki? Sənin götünü sikim eləmən. Oy, Qudrat, sox cinlə. Bir də komsul. Şişdillah, mən döydüm. Kiməsə yana pas salıblar. Baksınız kim? Maraqlıdır, həyəcan siqnalını. Bəs sən bu siki oxşayan başınla fikirləşməyibsən ki, şəhərin meriyarı mən də yırtıcılardan, ha? So, meydik. Bizi sikib gök gününə qoyacaqlar. Göt deşiyinin 30 cm genlənməsi nəticəsində xəstəxanaya qaldırılan maralın götdən qan axması dayanmır. 13 kənayının isə vəhşiləşdiyi deyilir. Polis serjantı Boxun verdiyi məlumata görə isə vəhşiləşməyə ancaq yırtıcı heyvanlar aiddir. O, hər kəsi diqqətli olmağa çağırır. Ay ananızı sikim, neçə dəfə demişəm bu qara sörək otu bitən yerdə qaçmayın. Bu səfər mən əmməyəcəm, dilim yara bağlayıb bu şey.